Valideynlərimi Avropada təhsil almağa necə razı saldım? Uşaqlıqdan xəyalım Avropada yaşamaq, Avropada təhsil almaq olubdu və bakalavr təhsilimin son kursunda valideynlərimə bunu bildirdim ki, mən magistr təhsilimi xaricdə almaq istəyirəm. Atam xaricdə təhsil aldığı üçün normal qarşıladı, amma anam hal-hazırda dünyada baş verən hadisələri nəzərə alaraq biraz narahatçılıq keçirtdi. Sadəcə qəti şəkildə mənə yox demədi. Mən də başladım axtarmağa ki, hansı ölkə, hansı təqaüd proqramı və sairə ilə təhsil almağa davam etdirə bilərəm. Çünki evdəkilərə qəti surətdə maddi yük olmaq istəmirdim. Və nəhayət Macarıstanda təhsil üçün Stipendium Hungarikum proqramını tapdım. Bu proqram təhsil haqqını bütöv sürətdə qarşılayır və əlavə olaraq da aylıq 200 evro ödəniş edirdi. Təbii ki, Avropada yaşamaq üçün 200 evro kifayət etmir, lakin mən həmin dövrdə artıq təcrübəçi kimi işləməyə başlamışdım deyə düşündüm ki, qənaət etsəm daha yaxşı olacaq və Avropada bir müddət işləməsəm yaşaya biləcəm. Ona görə qərarlarımı da evdə valideynlərimə bildirdim ki, mən sizdən heç bir ödəniş almayacağam, hamısını özüm qarşılamağa çalışacağam, təki siz icazə verin. Onlar da artıq gördülər ki, mən qərarımda qətiyyəm və mənə qarşı durmadılar, çox sağ olsunlar. Bütün bu proses boyu bir şey kəşf etdim. Valideynlərimizin bizə qoyduğu qadağalar elə bizim öz şüuraltımızda olan qorxularımızın güzgüsüdür. Məsələn, mən qaranlıqda evə qayıtmaqdan və yaxud da tək taksiyə minməkdən qorxurdum. Sadəcə bunu valideynlərimə büruzə etmirdim. Amma görürdüm ki, elə anam da bunu mənə qadağa edir ki, tək qayıtma və yaxud da qaranlıqda çöldə qalma çox və s. Mən nə vaxt ki, bütün bu qorxularımı aşdım, ondan sonra bu qadağa da yox oldu. Artıq valideynlərim mənə belə bir qadağalar qoymurdular.